10 il müddət keçməyinə baxmayaraq bizim mənzillər təhvil verməyib. Binadan mənzil almışam, mənzilim əlimdən çıxdı. Ev almışam, pulunu tam ödəyib qurtarmışam, iş tam dayanıb. Paytaxtın Nizami rayonu Mehdi Abbasov Altun ünvanında yeni çox mərtəbəli bina tikilir. Vaxtilə buradakı köhnə tikildə yaşayanlar və bu binada mənzil alanlarsa binanın tikilməsinin bitməsini gözləyirlər ki, öz mənzillərinə köçə bilsinlər. Amma sakinlərin dediyinə görə bu işlər təxminən 10 ilə yaxındır ki, bitmir. Biz burada sakin olmuşuq. 2016-cı ildə burada bizim 2 mərtəbəli binamız olubdur. Pilot layihəyə düşübdür şirkət tərəfindən. Yəni 2 il müddətinə tam təmirli mənzil təhvil veriləcəkdir. Vesta Construction şirkəti My Home layihəsidir. 10 il müddət keçməyinə baxmayaraq bizim mənzillər təhvil verməyib. Tamamlanma işləri üzrə gedib bir şey qalmayıbdır da. Binaya qaz, su, işıq, bütün hər şey çəkilibdir. Pəncərələr qalıbdır, qapılar qalıb, lift qalıb. Binadan mənzil almışam. 2016-dan bəri mənzilimin kvadratını artırmaq məqsədi ilə yenidən 2021-ci ildə müraciət elədim. Axırıncı mərtəbədən bir otaq öz kvadratımdan da az mənzil verdi. Bugünə kimi də o mənzil hazır deyil. Ev almışam 2016-cı ildə müqavilə bağlanıb, pulunu tam ödəyib qurtarmışam. 3 ildir, 23-cü il, 24-cü il, 25-ci il. İlin axırı, axırda dilə gəlmişik ki, bu neçənci ilin axırı onu da konkret deyin. 3 il bundan qabaq ev almışam yayda. 3 otaqlı mənzil almışam, pulunu da bir dəfəlik ödəmişəm. Nə qədər pul? 137 min. Bina indi gördüyünüz kimi hazır idi. Xırda-mırda işlər qalmışdı. Dedi ki 3 aya hazır olacaq. 3 ay oldu, 6 ay, ilin axırı hazır olmadı. Bizim sənədlər var ki, o bina nə vaxt sökülüb, nə vaxt köçürülüb və nə vaxt onun təməli qoyulub. 2020-dən də bu pandemiya devri gəldi, daha bu işləri biraz məhdudlaşdırdılar. Portalda elə belə 15%-ə icazə verildi işə çıxsın. Orada dediyimiz 10 il, 8 il söhbəti o binaya şamil olunur. İndiki sözünüz nədir? Nə vaxt bina hazır olacaq? Bizim işin 90%-i bitib. Yəni tamamlama işləridir. Bu işlərin sonu təxmini hardasa mən sizə deyim də mart ayına. Müqavilə şərtlərinin əməl olunmaması ilə bağlı vətəndaşlar həm rayon icra hakimiyyətində, həm də vətəndaşların yaşadığı ünvanda MTK rəhbərinin iştirakı ilə görüşlər keçirilmişdir. Dəfələrlə də rayon icra başçısı tərəfindən MTK rəhbərliyinə müqavilə şərtlərinin əməl olunması tapşırılıb. Məsələyə hüquqi qiymətin verilməsi ilə bağlı rayon icra müraciəti əsasında hüquq mühafizələrində araşdırma aparılır. Bu gün də rayon icra başçısı tərəfindən sakinlər rayon icra binasında qəbul edilmişdir və aidiyyatı üzrə başçı tərəfindən müvafiq qurumlara tapşırıq və tövsiyələrini verib.